Əmək haqqı sistemində mühüm yeniliklər gözlənilir. Azərbaycanın əmək bazarında yeni bir mərhələnin başlanğıcı ola biləcək dəyişikliklər gündəmdədir. Əmək məcəlləsinə təklif olunan yeni əlavələrə əsasən ölkədə saatlıq əmək haqqı sistemi hüquqi əsasları formalaşdırılır. Bu dəyişikliklər həm işə götürənlər, həm də işçilər üçün ciddi yeniliklər və eyni zamanda yeni imkanlar vəd edir. Hazırda ölkəmizdə əmək haqqı sistemi əsasən aylıq maaş prinsipi üzərində qurulub. Lakin bu yanaşma xüsusilə qısa müddətli, mövsümi və qeyri-daimi işlər üçün bir sıra çətinliklər yaradır. Məhz bu səbəbdən təklif edilən saatlıq əmək haqqı modeli əmək münasibətlərində çevikliyi və şəffaflığı artırmaq məqsədi daşıyır. Millət vəkili Vüqar Bayramovun açıqlamasına görə yeni sistem işçinin faktiki işlədiyi saatlara əsaslanaraq maaş almasını nəzərdə tutur. Bu yanaşma xüsusilə freelans fəaliyyəti ilə məşğul olanlar, yarımştat işçilər və mövsümi işlərdə çalışanlar üçün daha ədalətli və çevik bir əmək modeli təqdim edir. Beləliklə, işçi nə qədər çalışırsa, məhz o qədər də əmək haqqı alacaq. Eyni zamanda bu sistem işə götürənlər üçün də üstünlüklər yaradır. Müəssisələr artıq daha elastik iş rejimləri tətbiq edə, konkret saatlar üzrə işçi cəlb edə və əməyin dəyərini daha dəqiq hesablaya biləcəklər. Bu, həm də kölgə iqtisadiyyatının azaldılmasına və əmək münasibətlərinin rəsmiləşdirilməsinə və sosial təminatların daha dolğun həyata keçirilməsinə töhfə verəcək. Yeni mexanizmə əsasən, əgər bir işçi gündəlik müəyyən edilmiş iş saatlarından artıq çalışarsa və ya bayram və istirahət günlərində əmək fəaliyyətinə cəlb olunarsa, həmin saatlar üçün əmək haqqı daha yüksək tariflə hesablanacaq. Bu isə artıq əməkdaşların əməyinin dəyərinin daha obyektiv qiymətləndirilməsinə şərait yaradacaq. Qeyd etmək lazımdır ki, bəzi sahələrdə, xüsusilə restoran və xidmət sektorunda saatlıq əmək haqqı sistemi artıq tətbiq olunur. Mövcud təcrübəyə əsasən belə müəssisələrdə bir saatlıq əmək haqqı təxminən 2-3 manat arasında dəyişir. Bu modelin daha geniş şəkildə tətbiqi isə ölkə üzrə əmək bazarında yeni yanaşmaların formalaşmasına gətirib çıxara bilər. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik həm hüquqi, həm də iqtisadi baxımdan müsbət nəticələr verə bilər. Çünki işçilərin hüquqları daha aydın şəkildə tənzimlənəcək, işə götürənlər isə əmək resurslarından daha səmərəli istifadə edə biləcəklər. Göründüyü kimi, təklif edilən saatlıq əmək haqqı sistemi əmək münasibətlərində daha şəffaf, daha ədalətli və çevik mexanizmin tətbiqinə yönəlib. Bu dəyişikliklərin qanunvericilikdə təsdiqlənməsi gələcəkdə əmək bazarında keyfiyyətli dönüş nöqtəsi ola bilər. Əziz izləyicilər, siz bu dəyişiklikləri necə qiymətləndirirsiniz? Saatlıq maaş sistemi sizcə ədalətli və praktik bir yanaşmadırmı? Siz bu sistemin işçi və işə götürən münasibətlərinə necə təsir edəcəyini düşünürsünüz? Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.